Görə totalitar bir ailə gəlib orada oturub, bu verilişlərdən əvvəl də demişdim, avtoritarizm hər avtoritar diktator deyil. Amma diktatorlar həm avtoritardır, həm diktatordur. Totalitar rejim həm avtoritardır, həm diktatordur, həm totalitardır. Amma avtoritar rejim, diktatura heç biri totalitar deyil. Avtoritar rejimlərdə, diktaturada hökumətlər, orada duran adamlar, öncəki verilişlərdə demişəm, yalnız hakimiyyəti əldə saxlamaq üçün orada dururlar. Hakimiyyət əlimizdə olsun. Amma totalitar rejimdə belə deyil. Totalitar rejimdə o sənin genetikanı dəyişdirir. O sənin nəyə baxacağına o qərar verir. Hansı kanallara baxacaqsan o qərar verir. Hansı ölkələrə gedə bilərsən o qərar verir. Nə yeyə bilərsən o qərar verir. Hansı dinə inanmalısan o qərar verir. Nə vaxt müharibə etməlidir o qərar verir. Nə vaxt sən orada ölməlisən o qərar verir. Bütün həyatına sən çörəyi neçə almalısan o qərar verir. Başa düşürsən? Sənin demək olar ki, hər şeyini dəyişmək üçün. O, bilirsiniz nəyə hazırlanır? O həm də insanları onlar kimi olmağa hazırlayır, totalitar olmağa hazırlayır. Elə düşüncəyə formalaşdırmağa və o düşüncənin içinə salmağa hazırlayır insanları. Danışmalı insanlar niyə susur? Niyə susmağa öyrəşir? Niyə öyrəşir? Bax, niyə susmağa? Bir insan niyə öyrəşə bilər ki, susmağa? Onu biz araşdırırıq. Bir uşaq dünyaya gələndə susurmu? Yox, o hər şeyi soruşur. Niyə, nə üçün, necə, elə deyilmi? Bir uşağın ən çox işlətdiyi sözlər nədir? Sual vermək. Niyə, nə üçün, necə? Deməli, insan təbiəti həmişə sual verməyə, vəziyyəti anlamağa maraqlıdır, elə deyilmi? Və sonra nə baş verir? Sonra necə olur ki, bəzi insanlar böyüdükcə daha az sual verməyə başlayır. Bunu araşdırmalıyıq. Bu təkcə ailə ilə bağlı məsələ deyil. Bu siyasi psixologiyada da belə araşdırılan mövzudur. Sual verən adam başlayır düşünməyə. Düşünən insan müqayisə edir. Müqayisə edən insan artıq hadisələri, belə deyim də, başqa gözlə baxmağa başlayır. Ona görə də tarix boyu filosoflar olsun, misal üçün də, və yaxud da siyasi insanlar olsun, kimlər olursa olsun, bunu təsadüfən deməyiblər ki, bütün elmin başlanğıcı təəccübdür. Təəccüb. İnsanlar təəccüblənir, başlayır suala. Bütün elmlərin başlanğıcı təəccüblənməkdir. Təəccüblənmək. Sokrat neynirdi? Sual verirdi. Platon da sual verirdi. Aristotel de sual verirdi. Elm sualdan başlayır. Sual. Biz veririk mi o sualı? Yox. Təbliğat ise hazır cavabdan başlayır. Hazır cavab. Bu nəsə deyir? Çap dedi. Hazır cavabını verdi, bitti, getdi. Bu böyük fərq var bu ikisinin arasında. Ona görə də insan gərək prosesləri anlaya, sual verə və susmaya, susmaqdan imtina edə. Mənlik deyil. Siyasət mənlik deyil. İnsan niyə mənlik deyil deyə bilər ki? Mənlik deyil. Mən siyasətə qarışmıram, mənə aid deyil. Nə bilim, bu cürə cümlələri eşidirik də, elə deyilmi? İlk başda belə adi cümlələr kimi görünür. Amma bu insanlar üçün adi görünə bilər. Amma siyasi elmdə artıq bu başqa cürə görünür. Siyasi elm artıq buna başqa cür baxır. Dövlət dediyimiz şey, belə deyim də, və yaxud da parlament, və yaxud da hökumət. Bu, belə təkcə söz deyil. Belə dediyimiz təkcə sözdən ibarət deyil. Dövlətin özü bir məktəbdir. Xəstəxanadır. Məhkəmədir, polisdir, vergidir, bələdiyyədir, hamısı.
Təkcə bir parlament deyil, universitetdir. Ona görə də bu mənim üçün çox çətin bir cümlədir. Siyasət mənlik deyil. Ay kişi, insanlara anlatmaq lazımdır ki, siyasət təkcə seçki deyil. Siyasət insanların necə idarə olunmasıdır. Bunu anlatmaq lazımdır. İnsanlar qiymətləndirməlidir, insanlar baxmalıdır. Bunu edin, sonra dedilər laqeydlikdir, laqeydlik yaranır. Laqeydlik necə yaranır? Laqeydlik elə bunlara görə yaranır da. Sual verməyəndə yaranır. Siyasətə qarışmıram deyəndə yaranır. Laqeyd insan pis insan demək deyil. Heç kimi belə bu laqeyddir, bu pisdir. Elə demək olmaz. Sadəcə baş verən hadisələrə reaksiya verə bilməyən, verməyən bir varlıqdır. Ola bilər bu müxtəlif, nə bilim, vəziyyətə görə yarana bilər, səbəbləri ola bilər, nəsə ola bilər. Amma bu qəbul edilməzdir. Bunu qəbul etmək mümkün deyil, mənim şəxsən. Ola bilsin uzun müddətli, nə bilim, hansı iqtisadi çətinliklər, nə bilim, nə arducul məyusluqlardan gələ bilər. Hansısa siyasətçilərdə falan. Amma insanlarda bu olmamalıdır. Məyusluğun özü, belə deyim, insanları məhv edən ən birinci səbəbdir. Ümidsizlik, məsuliyyətsizlik, bunların hamısı insanları məhv edir. Etimad azalanda insanlar məhv olur. Məhv olur. Bugün Azərbaycanda bu üçü baş verib deyin, Azərbaycan bugündədir. Buna görə baş verir bu hadisələr. Azərbaycanda bunun hamısı etimadsızlıqdandır, məsuliyyətsizlikdəndir. Bunu anlamaq lazımdır. Laqeyd olmaqdan, insanların laqeyd yanaşmasındandır. Yoxsa bunun böyük şeyi yoxdur. Dünən də demişəm, bütün böyük problemlər ilk öncə kiçik hadisələrdən başlayır, o çevrilir böyük problemə. Heç bir şey böyük problem olmur. O təbii fəlakətdir. Bir gecəncində bum edir, dağılır hamısı. O başqa şeydir. Amma hökumətlərin, dövlətlərin çöktürülməsi, institutların çöktürülməsi, xalqın çöktürülməsi, avtoritarizmə, diktaturaya keçir. Bunlar bir gündə deyil, 10 illiklərlə gəlir bunlar. İnsanlar həmişə bunları, yox, mən danışsam, onsuz da nə dəyişəcək ki? Bu psixologiyaya salırlar insanları. Öyrədilmiş acizliyə salırlar. Mən anlayıram, bəzi dostlar var, misal üçün uzun müddət, belə deyim də, göstərdikləri səyin nəticəsini ala bilməyəndə, həqiqətən də insanlarda getdikcə, belə deyim, inamsızlıq yaranır. Amma bu hər kəsdə belə deyil. Ola bilsin gələcəyə, belə deyim, ümidləri azala bilər, zəifləyə bilər. Nəyinsə dəyişəcəyini ümidləri zəifləyə bilər. Həmin baş verən proseslər hansı ki bizi geriyə çəkib, o proseslərə qarşı irəli getmək üçün danışmağa, nəsə bir şey etməyə çalışmalıyıq. Dünən dedim, heç nə bir körpü, bir yol birdən belə dağılmır. O ilk öncə çatlayır, sonra çatlar yekələnir, sonra sütunları çatlayır, sonra gedir 5 ay, 6 ay yavaş-yavaş tökülür, asfaltı gedir, nə bilim sementi çökür, sonra nə bilim bir gecə görürsən ki, çöktü körpü. O körpünün çökməyi 5-6 ay bundan öncə başlamışdı. Bax, Azərbaycanda da bu hadisələr elədir. Biz totalitar rejimləri analiz eləyib, baxın, başımızdakiləri analiz eləyib biz anlamalıyıq ki, bunlar bizə nə edir? Biz anlayacaq, onlar bizi tək qorxu ilə, təzyiqlə, nə bilim, qorxu ilə onlar bilir ki, saxlaya bilməzlər. Ona görə onlar bir neçə, belə deyim, rıçaqlar yaradırlar. Ölkədən kənarda müxalifət, içəridə müxalifət, nə bilim, propaganda, manipulyatorlar, nə bilim, YouTube kanalları, saytlar, bütün hər şey insanları çaşdırmaq üçün daha çox informasiya yaradırlar. Siz də onlara baxdıqca çaşırsınız. Bir şeyi bilmək lazımdır. İnsanların bir-birindən uzaq düşməsi təhlükəlidir. Çünki insanlar bir-birindən danışmayanda bir-birinə etimad etmir. Çünki insanlar birlikdə olmayanda, nəyisə danışmayanda cəmiyyət zəifləyir, inkişaf etmir. Bir-biri ilə, belə deyim,
diskusiya aparmayanda, polemikaya girməyəndə, siyasətdən danışmayanda, adi həyatdan danışmayanda, ay kişi belə deyim, sporlaşmayanda, yaxa-yaxaya tutuşmayanda alınmır. Dövlət, cəmiyyət inkişaf edə bilməz. İnsanları aralayırlar bir-birindən. Ona görə deyirəm, bağlanmaq lazımdır. Heç kimin yanında birləşmək falan lazımdır. Yalnızca qonşuna hörmət et. Qoy o qonşun da öz yaxın böyründəki, yəni sağındakı, sən öz sağındakına yardım et, o da öz sağındakına yardım etsin. Arendt deyirdi ki, sağlam cəmiyyətlər yalnız qanunlarla yaşamır, yaxşı qanunlarla yaşamır. Həm də bir-birinə qurduğu münasibətlərlə yaşayır və onlar bir-birini ayaqda saxlayır. O bugün də aktualdır. Çünki bugün Avropada elədir. Sağlam cəmiyyət necə olmalıdır? Sağlam cəmiyyət fərqli fikirlərin müzakirəsi olan yerdir. Qanunun, misal üçün insanların qanunla danışdığı bir yerdə. Qarşılıqlı hörmət çərçivəsində bir-birinə dinləmək qabiliyyəti olmalıdır insanlarımızın. Bunu edirikmi? Bunu da görünür ki, etmirik. İnsanları aldadırlar demək olar ki, hökumət tərəfindən də, insanların özləri də bir-birini aldadır. Deyək ki, biri gəlir deyir ki, misal üçün, sən səhv yoldasan, sənə bir-iki dənə sübut qoyur, nə bilim, sən deyir ki, filan şeyi eləsən bu olar, səni qorxudur və yaxud da nəsə edir. İnsanlar aldanır və yaxud da yaxşı danışır, manipulatordur, səni aldada bilir, səni öz fikirlərindən daşındıra bilir. İnsanlar niyə aldadılır? İnsanlar hamısı axmaq deyil ki, ya da axmaq olduğu üçün deyil. Onlar insan olduğu üçün aldadırlar. Axmaq olduqları üçün aldanmırlar. O insandır. O fikirləşir ki, bu düz deyə bilər. Argumenti həmin danışanın güclüdürsə, manipulatordursa, yaxşı danışırsa, aldadır. Bu da insandır, aldanır. Həmişə belə deyim də, bu aldanma məsələsində də bunu elə belə aldanma elə bilirsiniz, elə belə şeydir. Siyasi alimlər, filosoflar, psixoloqlar hamısı bunu bilirsiniz, bunun barəsində çoxlu belə deyim araşdırmalar aparıblar ki, niyə axı insanlar aldadılır? Tarixə baxanda görürük də, bax, krallar aldadılıb bu, imperatorlar aldadılıb bu. Professorlar, alimlər aldadılıb, hər kəs. Yəni, onlar axmaq və yaxud da avvam deyildi ki, Nobel mükafatı alan insanlar belə, yəni səhv qərarlar verə bilirlər, aldana bilirlər. Deməli, problem insanların ağlında deyil. Problem insanların beyninin necə işləməsidir və problem insanların beyninin həmişə həqiqəti axtarmamasıdır. İnsanların beyninin ilk öncə rahatlığı axtarmasıdır, sonra təhlükəsizliyi axtarmasıdır, sonra da öz inandıqları faktları, nə bilim, təsdiqləyən məlumatları, bəzən isə belə həqiqətən də ən axırda gəlir də, həqiqəti axtarmaq, bilirsiniz. Totalitar rejim qurulub, bunu belə deməyimə səbəb bir dəstə quldur. Quldur mənim üçün oğru deməkdir. Oğrudur, quldurdur, eyni şeydir mənim üçün. Oğruluğunu da ondan bilirəm ki, beynəlxalq araşdırmaçı jurnalistlər deyir, İlham Əliyev oğrudur, korrupsionerdir, Azərbaycan xalqını, varını, dövlətini, uşaqlarının uşaq pulusunu, qazinin qazi pulunu, nə bilim, şəhidin qan pulunu, o birisinin, nə bilim, səhiyyə pulunu, o xəstə uşaqların pullarını aparıb ölkədən çıxardıb, özlərinə, nə bilim, saraylar tikdirirlər, nə bilim, özləri üçün, öz ailəsi üçün filan şeylər yaradırlar. Mən də ona görə onlara əsaslanaraq İlham Əliyeva oğru deyirəm, yoxsa əlində tutmamışam. Və bunu etmək üçün sizi tək qorxutmaqları kifayət etmədiyini yaxşı bildikləri üçün Avropaya göndərirlər o manipulatorları, Azərbaycanda yaradırlar, o ictimai rəyi formalaşdırırlar. Hansı ki siz görürsünüz. Bax, bu dəqiqə siz gördüyünüz mənim otağım mənim sizə göstərdiyim qədərdir. Sizə nə göstərirəmsə onu görürsünüz. Başqa şey görmürsünüz siz bu otaqda. Onlar da sizə onu göstərir və bax, burada nə danışa bilərsinizsə onu danışırsınız. Burada gördüklərinizi, təsəvvürünüz başqa şeylərdə yoxdur. Ona görə də həmi qorxudulara, həmi manipulyasiyaya alınaraq, həmi belə deyim də,
siyasi psixologiyadan da istifadə edərək insanları buraya sürükləyirlər. Yəni Azərbaycanda hamı qorxmur. Baxın, bu verilişi yayın insanlar özünü həqiqətən də bu verilişin içində tapacaq. Hər insan deyəcək ki, həqiqətən mən qorxmuram ki, sən demə axşamınız xeyir olsun, hər kəsə salam olsun, salamlaşmamışam, başım qarışıb yenə danışmağa özüm unutmuşam. Hər kəsə salam, dəyərli insanlar, bəyənin, paylaşın, daha çox insanlar baxsın, həqiqətlərdən xəbərdar olsun. Bu insanlar bu verilişləri görməlidir ki, özlərini burada tapsınlar. Həqiqətdə insanlar qorxmurlar. Qorxu var, amma hamı qorxduğu üçün deyil. Hamı qorxduğu üçün susmur. Bir-birinə baxaraq susurlar. Onun da alternativi danışmaqdır. Belə deyək də, bizim insanın çox, belə deyim, güclü beyni var da. İnsanlar səhv edə bilir də. Çünki beynin məqsədi bizi hər zaman, belə deyim də, haqlı etmək falan funksiyası yoxdur. Onun əsas məqsədi insanı sağ saxlamaqdır. İnsan salamat qalsın, sağ. Beyin elə işləyir. Baxın, bunu neçə insan beyninin məqsədi haqlı olmaq, haqlının yanında durmaq falan deyil. Onun yeganə o funksiya var o beyində, onu sağ saxlamaqdır. Çünki 1000 illər əvvəl belə deyim, insanlar saniyələrin içində o insanların qərar verməsi lazım idi. Saniyə içində qərar verməlidir. Çünki əgər verməsə, o məhv olacaqdı. O kolonun arxasında belə deyim də səs gəlirdi. Məsəl üçün dayanıb 5 dəqiqə onu analiz etsəydi, onu vəhşi heyvanlar nələrsə aparıb yeyəcəkdi. Elə deyilmi? Ona görə həmişə insan beyni sürətli qərar verməyə öyrəşdi. Bu günlərdə o baş verir ki, tezcə qərar verir. O vaxtdan bu günə bizə genetik olaraq oturan həmin his, hansı ki qərar vermək lazımdır, sürətli qərar verməyə öyrənmək lazımdır falan, o bizə oturdu. Anlada bildinmi? Amma həmin mexanizm bugün bizi aldadır. Çünki həmin mexanizm indi işləmir. Normal dövlətlərdə o instinkt falan artıq qaldı geri. Çünki insanlar təsirləndi, artıq elə qorxu yoxdur. Ona görə insanlar təhsilə nə qədər, belə deyim, güc verdisə, bir o qədər də artıq insanlar rasionaldır. Avropada niyə hər kəs sakit? Biz bax bu günləri ona görə bir xəbər olanda onu bilirsiniz necə? Tezcə qiymətləndiririk. Kim lazımdır onu çıxardırıq, pis, yaxşı və yaxud da nə isə. Bu insanlarda da belədir, siyasətdə də belədir, hər şeydə belədir. Baxırıq, sıra qərar veririk həmin dəqiqə. Bunun təhlükəli tərəfləri də var. Bunu bilmək lazımdır. Bu insanlar bu qərarları verəndə insanlar çox vaxt hiss eləmir ki, onlar səhv qərar veriblər. Başa düşürsünüz? Onlar verdiyi səhv qərarın arxasında durur və gedirlər, ondan sonra da o sürükləyir xalqı, insanları faciəyə sürükləyir. Bu günləri Azərbaycanda bu xalqdan nə bilim nə olmaz, bu xalqa elə deməklə deyil. Xalq hər şeyi yaxşı bilir, yaxşı görür, anlayır. Xalqın üzərində iş görürlər. Anlada bilirsiniz? Mən sizə anlada bilirəmmi, bilmirəm. Bax, bayaqdan, əgər verilişə indi gələnlər varsa başa yığıb yenidən baxa bilərlər.